xalqımızın qürur günü olan Zəfər gününün 5 ilini qeyd edirik. Bu qələbə Azərbaycanın suverenliyi, ərazi bütövlüyünü və konstitusiyamızda təsbit edilmiş milli birliyin təntənəsidir. Konstitusiyamız Azərbaycan müstəqilliyinin, torpaqların toxunulmazlığını və xalqın rifahını təmin edən ali dövlət sənədidir. Məhz bu prinsiplər uğrunda şəhidlərimiz canlarını fəda etdilər. Ordumuz şücaətini göstərdi və xalqımız yenilməz iradəsini bütün dünyaya göstərdi. Azərbaycan trüfel istehsalçıların inkişafına dəstək ictimai birliyi olaraq biz də konstitusiyamızda təsbit edilmiş inkişaf strategiyasına uyğun olaraq ölkəmizin iqtisadi güclənməsi, kənd təsərrüfatının modernləşdirilməsi və trüfel istehsalçıların inkişafını üçün səylərimizi davam etdiririk. Qalib Azərbaycanın sabitliyi, hüquqi təminatı məhz bu sahədə yeni imkanlar açır. Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı. Zəfər günün mübarək Azərbaycan.